Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî la yuhsil halqu sanâen aleyh kemâ esne alâ nefsihi. Velhamdülillahi'llezî la tuşkaru ni'metuhu illa bi ni'metih ve la tunalu kerametuhu illa bi rahmetih. Allahümme kemâ allemtel ulemâe feallimneh fekemâ fehhemtehum fefehhimneh وَأَلْحِقْنَا بِزُمْرَةِ وَرَثَةِ الْأَنْبِيَاءِ يَا أَرْحَمَ الراحمين اللهم سبحانك لا علم لنا إلا ما علمتنا إنك أنت العليم الحكيم اللهم صل وسلم وبارك على عبدك ورسولك محمد وعلى آله وصحبه أجمعين. Bugünkü dərsimiz inşallah əqidə məsələlərində və ya təvhiddə cahilliyin, yəni bilməməzliyin üzürlü olması haqqında olacaq. Allah subhanahu və teala qəlbimizdə olanı bilir ki, əgər bu məsələni danışmağa ehtiyac olmasaydı, danışmazdıq. Və lakin ehtiyacın olmasını nəzərə alıb, bu mövzuda Əhl-i Sünnə və Cəmaanın əqidəsini və mənhəcini sizlərə bəyan edəcəyik. Deməli, dərsimizdə bu məsələ barəsində, yəni əqidə məsələlərində cahilliyin üzürlü olması haqqında alimlərin sözlərini zikr edəcəyik. O alimlərin ki, bütün İslam ümməti onları qəbul edib və həmçinin o alimlər Əhl-i Sünnənin böyük alimlərindəndir. O alimləri sevməyən və ya onların sözlərini qəbul etməyən ancaq bidət əhlidir. Onların sözlərini qəbul etməyən ancaq bidət əhlidir. Məsələyə keçməmişdən qabaq müqəddimə kimi bəzi məsələləri xatırladım. Deməli, təkfir etmək nə deməkdir? Yəni, filankəs filankəsi təkfir etdi. Yəni, filankəs filankəsi İslam dinindən çıxartdı. Yəni, o insan mürtəd oldu artıq. Yəni, İslamdan çıxdı. Və kimisə İslamdan çıxartmaq yüngül məsələ deyil. Bu çox ciddi məsələdir. Yəni, bir insan İslama daxil olduqdan sonra onu İslamdan çıxartmaq asan deyil və ya yüngül baxınılası məsələ deyil. Yəni, ciddi məsələdir, qardaşlar. Və hamımız bilirik ki, namazın şərtləri var. Və bu şərtlər olmasa, insanın namazı batildir. Həmçinin orucun, həmçinin zəkatın, hətta evlənməyin, yəni nikahın da şərtləri var. Belə olduğu halda, bir müsəlmanı İslam dinindən çıxartmağın şərtləri yoxdurmu? Əlbəttə ki, var. Yəni, bu daha böyük məsələdir. Yəni, kimisə İslamdan çıxartmaq, təsəvvür edin. Ona görə də bu şərtləri var. Aydındır. Və həmçin bilirik ki, bir insan müsəlman olduqdan sonra, yəni İslama daxil olduqdan sonra onu yalnız şirk və ya küfür İslamdan çıxarda bilər. Aydındır. Yəni, buna diqqətlə fikir verin. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, əgər bir insan İslama daxil olduqdan sonra onu etdiyi günahlara, asiliklərə görə İslamdan çıxartmaq olmaz. Yəni, bir müsəlman etdiyi günaha görə İslamdan çıxmır. Bunu deyənlər, yəni deyənlər ki, günah etmək insanı İslamdan çıxardır, xavariclərdir. Aydındır, xavariclər. Əhl-i Sünnə və Cəmaə icma edib ki, müsəlman etdiyi günaha görə İslamdan çıxmır. Hətta o günahı halal sayana kimi. Halal saysa, bu başqa məsələ. Deməli, bildik ki, bir insan İslam dininə daxil olduqdan sonra onu yalnız etdiyi şirk və ya küfür İslamdan çıxarda bilər. Əks halda isə şirkdən aşağı olan günahlar onu İslamdan çıxartmır. Bu birinci məsələ. İkinci bir məsələ. Fərz eləyək ki, bir müsəlman şirk etdi. Fərz eləyək ki, bir müsəlman şirk etdi. Sual. Buradan sual çıxır. Dərhal İslamdan çıxır ya yox? Yəni, o müsəlman, şirk edən müsəlman. Dərhal İslamdan çıxır ya yox? Cavab da budur ki, bilməməzliyindən, cahilliyindən edibsə, İslamdan çıxmır. Ona görə ki, bilməməzliyinə görə üzürlüdür. Ona görə ki, bilməməzliyinə görə üzürlüdür. Deməli, bir müsəlman şirk və ya küfür edibsə, İslamdan çıxması üçün şərtdir ki, bilə-bilə etsin. Şərtdir ki, bilə-bilə etsin.
əks halda bilməməzliyinə görə, yəni cahilliyinə görə üzürlüdür. Bizim də danışacağımız mövzu məhz bu haqda olacaq inşallah. Cahilliyin üzürlü olması. Və burada alimlərin sözləri zikr olunub. Onları sizə çatdıracağım inşallah. İlk növbədə Muhammed ibn Abdülvahhab rahiməhullah. Deməli, Şeyx Muhammed ibn Abdülvahhab buyurur. وَإِذَا كُنَّ لَا نُكَفِّرُ مَنْ عَبَدَ الصَّنَمُ الَّذِي عَلَى قَبْرِ عَبْدِ الْقَادِرِ وَصَنَمُ الَّذِي عَلَى قَبْرِ أَحْمَدِ الْبَدَوِي وَأَمْثَالِهِمَا لِأَجْلِ جَهْلِهِمْ وَعَدَمِ مَنْ يُنَبِّهَهُمْ فَكَيْفَ نُكَفِّرُ مَنْ لَا يُشْرِكُ بِاللّٰهِ Subhanəkə hədə buhtanun azim. Deməli, Muhammed ibn Abdülvahhab buyurur. Əgər biz Abdülqadir və Əhməd Əl-Bədəvinin qəbirlərinin üzərində olan bütlərə ibadət edənləri cahilliklərinə görə və onlara heç kimin tənbih etməmələrinə görə təkfir etmiriksə, biz Allaha şərik qoşmayanı necə təkfir edə bilərik? Yəni, şeyxi Muhammed ibn Abdülvahhabı ittiham edirdilər ki, sən Allaha şərik qoşmayanı təkfir edirsən. Şeyx də buyurur ki, Subhanallah, biz bütə ibadət edəni cahilliklərinə görə və onlara bəyan olunmamalarına görə təkfir etmiriksə, biz necə Allaha şərik qoşmayanı təkfir edə bilərik? Və buyurur, Subhanəkə hədə buhtanun azim, həqiqətən də bu, böyük bir böhtandır. Və deməli, Şeyx Muhammed ibn Abdülvahhab bu sözü ilə bizə göstərir ki, şirk edən insanı dərhal təkfir etmək olmaz. Niyə olmaz? Ona görə ki, ya cahil ola bilər, ya da ki, xəbəri yoxdur bu əməl şirkdir. Ona görə də deyir ki, ola bilsin ki, bəyan olunmayıb. Yəni, ona bəyan olunmamağının səbəbindən və həmçinin cahilliklərinə görə onları təkfir etmirik. Aydındır? Bu sözün mənbəsi Əd-Durarus Səniyyə 1-ci cild 66-cı səhifə. Və başqa bir yerdə buyurur. Rahiməhullah. وَأَمَّا مَا ذَكَرَ الْأَعْدَاءَ عَنِّي أَنِّي أُكَفِّرُ بِالظَّنِّ أَوْ أُكَفِّرُ الْجَاهِلِ الَّذِي لَمْ تَقُمْ عَلَيْهِ الْحُجَّةِ فَهَذَا بُهْتَانٌ عَظِيمٌ. Şeyx buyurur, o ki qaldı düşmənlərimin mənim haqqımda dedikləri sözə. Fikir verin. O ki qaldı düşmənlərimin mənim haqqımda dedikləri sözə, güya mən insanları zənnə görə təkfir edirəm və ya cahilliklərinə görə. Fikir verin. Av ukeffirul cahil və ya cahilliklərinə görə təkfir edirəm. Hansı ki, ona hüccət qalxmayıb. Fəhədə buhtanun azim. Bu, həqiqətən açıq aydın böhtandır. Yəni, Şeyx Rahiməhullah buyurur ki, Subhanallah, mənim haqqımda deyənlər ki, güya mən cahilliyi üzr görməyib, birbaşa təkfir edirəm, onlar mənim düşmənlərimdir deyir. Yəni, bu sözü düşmənlərim çıxardım. Hansı sözü? Güya ki, şeyx cahilliyi üzr görmür və birbaşa təkfir edir. Aydındır? Yəni, bu sözün mənbəsi Məcmu'ul Müəllifat-ı Şeyx 3-cü cild 14-cü səhifə. Və başqa bir yerdə Rahiməhullah buyurur, Bəl nüşhidullah alə mə ya'ləmuhu min qulubina bi'ənnə mən amilə bit-təvhid və təbərrəə minəş-şirk və əhlə fəhuvəl muslimu fi əyyi zəmanin və əyyi məkan. Allah şahiddir ki, və ya Allah'a şahid gətiririk ki, hansı ki o bizim qəlbimizdə olanı bilir. Bizim əqidəmiz budur ki, Şeyx Muhammed ibn Abdülvahhab buyurur, bizim əqidəmiz budur ki, kim təvhidi əməl etsə, şirkdən və onun əhlindən uzaq olsa, məkanından və zamanından asılı olmayaraq o müsəlmandır. İndi fikir verin, görün nə deyir? Rahiməhullah. وَإِنَّمَا نُكَفِّرُ مَنْ أَشْرَكَ بِاللّٰهِ فِي إِلَٰهِيَتِهِ بَعْدَمَا نُبَيِّنُ لَهُ الْحُجَّةُ عَلَى بُطْلَانِ الشِّرْكِ. Biz təkfir edirik o insanı ki, fikir verin, o insan Allaha üluhiyyət təvhidində şərik qoşub, yəni deyir, belə insanı hüccət qaldırıb ona bəyan etdikdən sonra, yəni bu etdiyi şirkin batil olmasını bildirdikdən sonra onu təkfir edirik. Aydındır? Subhanallah. Yəni görün şeyx nə deyir? Üluhiyyət təvhidində deyir. Allaha şərik qoşanı, yəni Allaha qoyub başqasına ibadət edəni hüccət qaldırıb bəyan etdikdən sonra, nəyi bəyan etdikdən sonra? Yəni o etdiyi şirkin batil olmasını bəyan etdikdən sonra biz onu təkfir edirik. Buradan nə nəticə çıxır?
o nəticə çıxır ki, bəyan etməmişdən qabaq, hüccət qaldırmamışdan qabaq Muhammed ibn Abdülvahhab onları təkfir etmirdi. Aydındır qardaşlar. Bu sözün mənbəsi Məcmu' Müəllifat-ı Şeyx Muhammed ibn Abdülvahhab 3-cü cild 34-cü səhifə. Və başqa bir yerdə buyurur, rahiməhullah, وَأَمَّا التَّكْفِيرِ فَأَنَا أُكَفِّرُ مَنْ عَرَفَ دِينَ الرَّسُولِ ثُمَّ بَعْدَمَا عَرَفَهُ سَبَّهُ وَنَهَى النَّاسَ عَنْهُ وَعَادَ مَنْ فَعَلَهُ فَهَذَا الَّذِي أُكَفِّرُهُ وَأَكْثَرُ الْأُمَّةِ وَلِلَّهِ الْحَمْدُ لَيْسُ كَذَلِكَ. Şeyh buyurur, o ki qaldı təkfirə. Mən təkfir edirəm o insanı ki, Peyğəmbərin dinini bilir və bildikdən sonra onu söyür. Və insanları o yoldan çəkindirir və onu əməl edənlərlə düşmənçilik edir. فَهَذَا ukeffiru. Mənim də təkfir etdiyim məhz budur. Subhanallah, yəni söz günəş kimi aydındır. Açıq aydın deyir ki, mən təkfir edirəm o insanı ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin dinini bilir və bildikdən sonra onu söyür. Deməli, nəticə də bu olur ki, əgər bir insan bilməsə ki, söydüyü Peyğəmbərin sallallahu aleyhi və səlləm dinidir, artıq o insan bilməməzliyinə görə təkfir olunmur. Yəni, bunu mən demirəm. Yəni, bunu Şeyx Muhammed ibn Abdülvahhab deyir, rahiməhullah. Yəni, bu sözün məsləri Ər-Rəsail-ü Şəxsiyyə lil-İmam Muhammed ibn Abdülvahhab. Və başqa bir yerdə buyurur, rahiməhullah, وَلَا نُكَفِّرُ إِلَّا مَا أَجْمَعَ عَلَيْهِ الْعُلَمَاءَ كُلُّهُمْ وَهُوَ الشَّهَادَةً. Şeyh buyurur, biz yalnız alimlərin hamısının icma etdiyi məsələlərdə təkfir edirik. O da şəhadət kəlməsini deməkdir. Yəni, bütün alimlər icma edib ki, şəhadət kəlməsini gətirməyən kafirdir. Yəni, bu məsələ icmadır. Digər məsələlərdə isə Əhl-i-Sünnənin əqidəsində ixtilaf baş vermişdir. Yəni, şeyx də bildirir ki, biz yalnız icma olunan məsələlərdə təkfir edirik. Və sonra buyurur, diqqətlə fikir verin. وَاَيْدًا نُكَفِّرُهُ بَعْدَ التَّعْرِفِ اِذَا عَرَفَ وَاَنْكَرُ. Həmçinin təkfir edirik, bə'də tə'rif, bildirdikdən sonra. Yəni, hüccət qaldırırıq, bildiririk və bildikdən sonra inkar edərsə təkfir edirik. Aydındır? Yəni, şeyx bildirir ki, hüccətsiz, bəyan olunmamış təkfir etmək olmaz. Aydındır? Bu sözün məsləri Durar-ı-Səniyyə. Hətta vallahi, Abdüllətif ibn Abdurrahman ibn Həsən, Əli Şeyx, öz kitabında Minhəcü Təsis və Təqdis, səhifə 98-99-da buyurur. Şeyx Muhammed ibn Abdülvahhab, rahiməhullah, min a'zamin nəsi təvaqqufən və ihcəmən an itlaqil kufur. Şeyx Muhammed ibn Abdülvahhab insanların içərisində ən ehtiyatlı insan idi ki, kimisə mütləq şəkildə təkfir etsin. Subhanallah, yəni bu söz nə deməkdir, qardaşlar? Yəni, mütləq şəkildə təkfir etmək nə deməkdir? Yəni, o deməkdir ki, sağa sola baxmır, cahilliyinə baxmır və ya başqa maniyələrə baxmır. Yəni, birbaşa təkfir edir. Necə ki, indiki savadsızlar edir, Allah'ın müstəhan. Hətta, deyir ki, Şeyx Muhammed ibn Abdülvahhab, yəni Abdurrahman ibn Həsən Əli Şeyx, bu sözü dedikdən sonra deyir ki, hətta innəhu ləm yəczim bi təkfiril cahil, الذي يدعو غير الله من أهل القبور أو غيرهم إذا لم يتيسر له من ينصحه ويبلغه الحجة التي يكفر تاركها. Hətta Muhammed ibn Abdülvahhab Allah'tan qeyrisini çağıran cahili və ya başqalarını təkfir edə bilmirdi. Ona görə ki, heç kim ona nəsihət edib hüccət qaldırmayıb ki, sənin bu etdiyin, yəni Allah'tan qeyrisini çağırmağın şirkdir. Aydındır? Yəni şeyx Allah'tan qeyrisini çağıranları cahilliklərinə görə təkfir etmirdi. Aydındır qardaşlar? Cahilliklərinə görə təkfir etmirdi. Və indi isə Şeyxülislam ibn Teymiyyənin bu mövzuda sözlərini zikr edək. Çünki bəzi cahillər alimlərin qədrini, dəyərini, hansı dərəcədə olduqlarını bilməyənlər və həmçinin Allah'tan qorxmayanlar nə gəldi danışırlar. Filan alim belə dedi, filan alim belə dedi, Şeyxülislam belə dedi və s. Halbuki gəlib mənbəyə baxanda görürsən ki, yerlə göy arasında fərq var. Vallahi çox olub, yəni görürsən şübhə əhli, elmsiz qardaşları bu metodla aldadırlar. Gəlib deyirlər ki, Şeyxülislam ibn Teymiyyə belə dedi.
İbn-i Qeyyim belə dedi. Muhammed ibn Abdülvahhab belə dedi və s. Ona görə ilk növbədə özümə və sonra sizə nəsihət edirəm ki, Allahın dinində insaflı olmaq lazımdır. Alimlərin sözlərindən istifadə etmək olmaz. Qiyamət günü cavab verəcəksən. Və müqarrar olan məsələlərdəndir ki, yəni dəqiq bilinən məsələlərdəndir ki, necə ki Allah subhanahu və teala Quranda buyurur, "Huvellezî enzele aleykel kitab, minhu ayatun muhkematun hunne ummul kitab." Kitabı sənə nazil edən odur. O kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da deyir, kitabın anasıdır. Və uxaru mütəşəbihət. Digərlər isə mənası aydın olmayan ayələrdir. فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ بِابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ. Qəlblərində əyrilik olanlar, yəni qəlblərində xəstəlik olanlar, fitnə, fəsad törətmək və istədikləri kimi yozmaq məqsədi ilə mənası aydın olmayan ayələrin ardınca düşərlər. Deməli, bu ayə dəlildir ki, Quranda mənası aydın olmayan ayələr var. Necə aydın olmayan? Yəni kiməsə aydın olmayan. Amma insanlar var ki, Quran bütünlüklə onlara aydındır. Lakin mütəşəbih ayələr hər kəsə aydın deyil. Elmdə bərk olanlar isə mütəşəbih ayələrin mənasını bilirlər. Qəlbində zeyğ olanlar isə, əyrilik, xəstəlik olanlar yalnız mütəşəbih ayələrə üst tuturlar. Niyə? Yəni, burada səbəb var. Ona görə ki, istədiklərini əldə etsinlər deyə. Yəni, ayə mütəşəbihdir. Başı çıxmayanları fırladır. Amma elm əhlinə, elmdə bəlkə olanlara fırlada bilmir. Çünki onlar mütəşəbih ayələrin mənasını bilirlər. Necə bilirlər? O ayələri qaytarırlar möhkəm ayələrə. Yəni, mənası açıq, aydın olan ayələrə. Aydındır? Həmçinin bu məsələ Peyğəmbərin sallallahu aleyhi və səlləm sözlərində də var. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin bəzi sözləri möhkəm, bəziləri isə mütəşəbihdir. Ona görə də lazımdır ki, mütəşəbih sözləri qaytarasan möhkəm sözlərə. Hətta hədisləri düzgün başa düşəsən. Həmçinin bu söhbət alimlərin sözlərində də mövcuddur. Alimlərin var sözləri möhkəmdir, var mütəşəbihdir. Qəlbində zeyğ olanlar alimlərin möhkəm sözlərini tərk edib mütəşəbih sözlərinə yapışırlar. Niyə? Çünki qəlbi xəstədir. Çünki möhkəm sözlər ona sərf etmir. Allah'ın müstəhan. Deməli, biləndən sonraki alimlərin möhkəm və mütəşəbih sözləri var. Nəsihət edirəm ki, Allahın dinindən bilənlər danışsın. Əks halda elə bir yerə girəcəksən ki, onun altından çıxa bilməyəcəksən. Yəni, bilmədiyin halda elə məsələlərdən danışacaqsan ki, sonra onun altından çıxa bilməyəcəksən. Vallahi, qardaşlar, təcrübədən və həmçinin alimlərin sözlərinə əsasən deyirəm ki, belə insanlar Allahın xeyrindən məhrum olanlardır. Yəni, onlara Allahdan ən dəhşətli aqibət, Allah subhanahu və teala onlara xeyirli əməlləri unutturub. Allah Teala onlara xeyirli əməlləri unutturur və onları belə məşğuliyyətlərdən azdırır. Təbii ki, Allah subhanahu və teala heç kimə zülm etmir. Yəni, onlar özlərinə zülm edirlər. Onlar etdikləri əməllərin müqabilində və ya qəlblərindəki xəstəliklərin müqabilində bu vəziyyətə məruz qalıblar. Yəni, şübhə əhli. Aydındır? Allah subhanahu və teala bizi o yola düşməkdən qorusun. Deməli, İbn Teymiyyə rahiməhullah məşhur bir hədisi şərh edərkən, hansı ki, hamımız bilirsiniz o hədisi, o insan ki, deyir, mən öləndən sonra məni yandırarsınız və küllümü səhralığa səpələyərsiniz ki, Allah Teala məni dirildə bilməsin. Və Şeyxülislam rahiməhullah bu hədisi şərh edərkən buyurur. فَاَذَا رَجُلٌ شَكَّ فِي قُدْرَةِ اللّٰهِ وَفِي اِعَادَتِهِ اِذَا زُرِّ. Bu kişi Allah Teala'nın qüdrətində şəkk edirdi və həmçinin qayılışına. Bəl i'təqadə ənəhu lə yu'ad. Hətta deyir, etiqad edirdi ki, belə olunsa bir daha qayıtmayacaq. Yəni Allah Teala onu diriltməyəcək. Və həzə kufrun bittifaqil muslimin. Şeyxülislam deyir, bu söz, bu kəlmə və ya bu cür etiqadda olmaq bütün müsəlmanların ittifaqına görə küfürdür. Lakin kənə cahilən, la ya'ləmu zəlik
وَكَانَ مُؤْمِنًا يَخَافُ اللّٰهَ أَنْ يُعَاقِبَهُ فَغَفَرَ لَهُ بِذَٰلِكِ. Lakin deyir, o kişi, o insan cahil idi. Bilmirdi, nə deyirdi. Lakin eyni zamanda da mömin idi. Yəni qəlbində imanı var idi, Allahdan qorxurdu. Və Allah Teala da ona görə onu bağışladı. Aydındır? Yəni bu söz Şeyxülislam İbn Teymiyyə sözüdür. Bu sözün mənbəsi Mecmu'l Fətava 3-cü cild 231-ci səhifə. Və sonra İbn Teymiyyə rahimehullah başqa bir yerdə buyurur: "Na'lemu bid-darura ennehu lem yushra' li ummatihi en ted'u ahadan minel amwat lel-enbiya və les-salihin və la gayrihim." Biz dəqiq bilirik ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin ümmətinə Allahdan qeyrisini çağırmaq, istər ölü olsun, istər salih olsun, istər nəbi olsun, Allahdan qeyri nə varsa çağırmaq buyurulmuyor. Və sonra buyurur: "Kəmə ennehu lem yushra' li ummatihi s-sucud li meyyit və la li gayri meyyit və nəhvə zəlik." Necə ki, həmçinin bilirik ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin ümmətinə ölüyə və ölü olmayana səcdə etmək buyurulmamışdır. Və sonra buyurur: "Bəl na'lemu ennehu nəha an kulli hadihi'l umur və enne zalika minəş-şirk ellezî harramahu'llahu Teala və rasuluhu." Həmçinin bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizi bütün bunlardan qadağan etmişdir. Və bilirik ki, bu şirkdir. Və enne zalika minəş-şirk. Yəni ölüyə səcdə eləmək şirkdir. Hansı ki Allah Teala və onun Rəsulu onu haram etmişdir, yəni şirki. Lakin görün nə deyir Şeyxülislam rahimehullah. Lakin li qalabatil cehl və qillətil ilm bi athərir risalə fi kəsirin minəl mütəəxxirin ləm yəkun təkfiruhum bizəlik həttə yetəbəyyənə ləhum mə cəə bihir Rasul sallallahu aleyhi və səlləm mimmə yuxalifu. Görün nə deyir rahimehullah. Lakin cahilliyin çoxluğundan, fikir verin, cahilliyin çoxluğundan və elmin azlığından biz indikiləri təkfir edə bilmirik. Hətta onlara hüccət qaldırmayınca. Yəni bunun əksini onlara çatdırmayınca onları təkfir edə bilmirik. Yəni bu söz qardaşlar Şeyxülislam İbn Teymiyyənin muhkəm sözlərindəndir. Yəni açıq aydın. Yəni bu söz günəş kimi aydındır ki, Şeyxülislam burada nə demək istəyir? Yəni şeyx bildirir ki, ölüyə səcdə edəni iki şeyə görə təkfir edə bilmirəm. Birincisi cahillikləri, ikincisi elmin azlığı. Bu sözün mənbəsi İstiğathə kitabı. Başqa bir yerdə buyurur rahimehullah: "Və lihada kuntu aqulu lil-cehmiyyəti minəl-hululiyyə vən-nufatullezîne nefu ennallaha Teala fawqa'l-arş enne law wafaqtukum kuntu kafiran li'anni a'lamu enne qawlakum kufrun və entum indi la tukaffirun li'annakum cuhal." Ona görə də mən, Şeyxülislam deyir, ona görə də mən hululilərdən olan cəhmilərə, həmçinin Allahın ərşdə olmasını inkar edənlərə deyirəm ki, əgər mən siz deyən kimi desəydim, kafir olardım. Niyə? Özü deyir niyə? Yəni səbəbini açıqlayır. Və buyurur ki, çünki mən bilirəm ki, sizin dediyiniz söz küfürdür. Və entum indi la tukaffirun li'annakum cuhal. Amma mən sizi təkfir etmirəm, ona görə ki, siz cahilsiz deyir. Yəni Şeyxülislam rahimehullah buyurur ki, yəni mən siz deyən sözü desəydim, kafir olardım. Çünki mən bilirəm o söz nə deməkdir. Və lakin siz mənə görə təkfir olunmursunuz. Təsəvvür edin, Allah Taala'nın ərşdə olmasını inkar edənlərə. İnkar edir. Deyir, Allah Taala ərşdə deyil. Yəni siz deyir, mənə görə təkfir olunmursunuz, çünki cahilsiz. Yəni cahilliklərinə görə onları üzürləndirdi. Yəni bu sözün mənbəsi həmçinin İstiğathə kitabı. Və başqa bir yerdə buyurur rahimehullah: "Və beyyənə ennəl mu'minəl-ləzî lâ raybə fi imanih qad yuxti'u fi ba'dil umuril ilmiyyə el-i'tiqadiyyə feyuğfaru lehu kemâ yuğfar lehu mâ yuxti'u fihi minəl umuril ameliyyə." Fikir verin. Şeyxülislam deyir ki, biz bəyan etdik ki, mömin insan, hansı ki onun imanında şək şübhə yoxdur, bəzi hallarda, diqqətlə fikir verin, bəzi hallarda deyir mömin insan, etiqadi məsələlərdə də xətaya yol verir. Və bununla da onun xətası bağışlanır.
Necə ki, bu qeyri-etiqadi məsələlərdə bağışlanır. Yəni, şeyx buyurur ki, insan əhkamlarda və ya fikri məsələlərdə xətaya yol verdikdə, bağışlandığı kimi, əqidə məsələlərində də xətaya yol verdikdə bağışlanır. Çünki bir şəxsi təkfir etmək üçün mütləq ona hüccət qalxmalıdır. Çünki Allah Teala buyurur, وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا Biz elçi göndərməmiş, əzab vermərik. Mənbə Raddu aləl mütəfəlsifə 1-ci cild 311-ci səhifə. Və Şeyxülislam Rahiməhullah bu sözü ilə nə demək istəyir, qardaşlar? Yəni, bu söz o deməkdir ki, Şeyxülislam Rahiməhullah fərq qoymadı. Demədi ki, əhkamlarda, fikri məsələlərdə xətaya yol verən bağışlanır, amma əqidə məsələlərində xətaya yol verən bağışlanmır. Yəni, Şeyxülislam belə fərq qoymadı. Hətta vallahi başqa bir yerdə buyurur ki, Leysə ləhu aslun, lə anis-səhabə və lə anit-təbi'in və innəmə huvə məxuzun anil-mu'təziləti və əmsəlihim. Bunun əsli yoxdur. Yəni, fərq qoymağın, yəni dində fərq qoymağın əsli yoxdur deyir. Bu nə sahabələrdən gəlmişdir, nə də ki, tabinlərdən. Və buyurur ki, bu mu'təzilə əqidəsindən götürülmüşdür. Bu, mu'təzilə əqidəsindən götürülmüş bir şeydir. Aydındır? Və şeyh başqa bir yerdə buyurur. Elə ki, ondan soruşanda ki, bəziləri iddia edir ki, yəni bəziləri gəldilər Şeyxülislamdan soruşurlar ki, ya şeyx, və bəzi insanlar iddia edir ki, şəriətin əhkamları məndən qalxıb. Belə birinə nə deyirsən? Və Şeyxülislam İbn Teymiyyə Rahiməhullah cavabında buyurur. La raybə ində əhlil ilm vəl iman ən hədəl qavl min a'zəmil kufri və əğləzu və huvə şərrun min qavlil yəhud və nəsara. Şək yoxdur ki, elm və iman əhli bilir ki, bu söz ən böyük küfürdür və ən dəhşətli bir sözdür. Və bu söz Yəhudi və Nəsranilərin sözündən də pisdir. Təsəvvür edin. Bir insan deyir ki, Allah Teala'nın dedikləri mənə aid deyil. Yəni, qadağalar və əmirlər məndən qalxıb. Subhanallah, yəni həqiqətən də bu söz dəhşətli bir sözdür. Və şeyx buyurur Rahiməhullah, Lakin minən nəsi mən yəkunu cahilən bi ba'di hədihil əhkəm, cəhlən yu'zaru bihi, fələ yuhkəmu bi kufri əhədin, həttə təqumu aleyhil hüccətu, kəmə qalə Teala, və mə künnə muazzibinə, həttə nəb'əsə rasulə. Və görün, nə deyir şeyx? Lakin elə insanlar var ki, bəzi əhkamlardan cahildirlər. Elə cahildirlər ki, onların bu cahillikləri onları üzürlü edir. Ona görə də heç bir kəs təkfir olunmur, ona hüccət qalxmayınca. Nə də ki, Allah Subhanahu və Teala buyurur, biz elçi göndərməmiş, əzab vermərik. Aydındır? Və şeyx bu sözü Məcmul Fətava 11-ci cild 421-ci səhifədə buyurur. Və başqa bir yerdə Rahiməhullah buyurur. Diqqətlə fikir verin. فَإِنَّ مَنْ جَهَدَ شَيْئًا مِنَ الشَّرَائِعِ الظَّاهِرَةِ وَكَانَ حَدِيثَ الْعَهْدِ بِالْإِسْلَامِ أَوْ نَاشِيًا بِبَلَدِ جَهْلٍ لَا يَكْفُرُ حَتَّى تَبْلُغَهُ الْحُجَّةُ النَّبَوِيَّةِ Kim İslamda təzə olduğuna görə, yəni İslama yeni gəldiyinə görə və ya cahillik olan bir ölkədə və ya şəhərdə şəriətdə açıq aydın bilinən bir şeyi inkar etsə, fikir görür, inkar etsə, hüccət qaldırmamış onu təkfir etmək olmaz. Rahiməhullah. Bu sözün mənbəsi Məcmul Fətava 6-cı cild 61-ci səhifə. Və başqa bir yerdə buyurur, وَمَنْ أَنْكَرَ مَا ثَبَتَ بِالتَّوَاتِرِ وَالْإِجْمَعِ فَهُوَ كَافِرٌ بَعْدَ قِيَامِ الْحُجَّةِ عَلَيْهِ Kim mütəvatir və icma olan məsələləri inkar etsə, diqqətli fikir verin sözlərə. Yəni, bu kəlmələr, qardaşlar, mühkəm kəlmələrdir. Kim mütəvatir və icma olan məsələləri inkar etsə, hüccət qalxdıqdan sonra kafirdir. Aydındır? Yəni, hüccət qalxmamışdan qabaq hələ ki üzürlüdür. Yəni, insan cahil ola bilər. Bu sözün mənbəsi İstiğasə kitabı. Başqa bir yerdə buyurur, Rahiməhullah, müəyyən bir insanı deyir, təkfir etmək bağlıdır, yəni əlaqəlidir ona hüccət qaldırmaqla. Yəni ona bəyan olunmamış, hüccət qaldırmamış təkfir etmək olmaz.
Və buyurur, وَإِلَّا فَلَيْسَ كُلُّ مَنْ جَهِلَ شَيْئًا مِنَ الدِّينِ يُكْفَرْ. Yoxsa ki, deyir, hər dində cahil olan təkfir olunmur. Subhanallah, yəni sözə baxın. Yoxsa ki, deyir, hər dində cahil olan təkfir olunmur, deyir. Allahu Ekber. Yəni, bu sözün mənbəsi İstiğasə kitabı. Xülasə, qardaşlar, yəni bu sözlər, hansı ki, Şeyxülislamdan zikr etdik, bu sözlər şeyxin muhkəm sözləridir. Ona görə də bu sözlərə izah verməyə ehtiyac yoxdur. Yəni, çünki bəzi savadsızlar belə sözləri eşidəndə nəfslərinə uyğun gəlmir deyə özlərindən izah verirlər. Və şeyxin sözünü sənə tam başqa bir mənada çatdırırlar. Təbii ki, bunu hamıya edə bilmirlər. Yəni, bunu hamıya edə bilmirlər. Belə üslublardan ancaq bilməyənləri aldadırlar. Və lakin bilmək lazımdır ki, bir alimin sözünə o vaxt izah verirlər ki, alimin sözü açıq aydın olmasın. Bu zaman izaha ehtiyac var. Yoxsa ki, alimin sözü günəş kimi açıq aydındır. Yəni, alim günəş kimi açıq aydın söz deyib və sən onun sözünə izah verirsən. Bax, bu olmaz. Aydındır? Və sonra burada digər alimlərin sözləri də var. Onlardan İmam Şafi rahiməhullah. Deməli, İmam Şafi Allahın ad və sifətləri haqqında danışarkən, yəni bu məsələləri izah edərkən buyurur. فَاِنْ خَالَفَ ذَٰلِكَ بَعْدَ ثُبُوتِ الْحُجَّةِ عَلَيْهِ فَهُوَ كَافِرٌ. Kim Allahın ad və sifətlərini hüccət qalxdıqdan sonra inkar etsə kafirdir. Və sonra buyurur rahiməhullah. أَمَّا قَبْلَ ثُبُوتِ الْحُجَّةِ عَلَيْهِ فَمَعْذُورٌ بِالْجَهْلِ. Amma hüccət qalxmamışdan qabaq, diqqətlə fikir verin. Amma hüccət qalxmamışdan qabaq cahilliyinə görə üzürlüdür. فَمَعْذُورٌ بِالْجَهْلِ. Cahilliyinə görə üzürlüdür. Və sonra izah edir. لِأَنَّ عِلْمُ ذَٰلِكَ لَا يُدْرِكُ بِالْعَقْلِ وَلَا بِالرُّؤْيَا وَالْفِكْرِ وَلَا يَكْفُرُ بِالْجَهْلِ بِهَا أَحَدًا إِلَّا بَعْدَ اِنْتِهَاءِ الْخَبَرُ إِلَيْهِ. Çünki bunları bilmək, yəni ad və sifətləri, əqillə, yuxularla, kiminsə fikirlərindən bilmək mümkün deyildir. Yəni bunlar bilinir yalnız Quran və sünnə vasitəsilə. Ona görə də buyurur ki, cahilliyinə görə Allahın sifətlərini inkar edən təkfir olunmur. Sonra İbn-i Qeyyim rahiməhullah Mədəricü's Səlihin kitabında buyurur. Deməli, şeyx küfrül cühudu, yəni inkar etmək küfrünü izah edərkən buyurur. Və bilirsiniz, yəni küfrün növlərindən nə biri? İnkar etmək küfrüdür. Yəni şeyx bu barədə danışarkən buyurur. Fasıl və küfrül cühud növ'an. İnkar etmək küfrü iki növdür. Və sonra izah edir və buyurur. Küfr mutlaq, am və küfr muqayyət xas. Mütləq küfür, yəni ümumi və xüsusi. Və sonra bunların nə olduğunu izah edir və buyurur. Fəl-mutlaq ən yüchədə cümlətən mə ənzələhullahu və irsəluhur rasul. Mütləq inkar etmək küfrü, yəni bütövlüklə Allahın endirdiyini inkar etmək. Və sonra xüsusini izah edir və buyurur. Vəl-xas, əl-muqayyət أن يجهد فرضا من فروض الإسلام أو تحريما محرم من محرماته أو صفة وصف الله بها نفسه أو خبرا أخبر الله به عمدا أو تقديما لقول من خالفه عليه لغرض من الأغراض. İslamın fərz olan məsələlərindən birini, diqqətlə fikir verin, və ya haramlardan birini və ya Allahın özünü vəsf etdiyi sifətlərdən birini və ya Allahın xəbər verdiyi şeylərdən birini bilərəkdən inkar etmək. Yəni, şeyx buyurur ki, bilərəkdən hansısa fərz olan bir məsələni və ya Allahın sifətlərindən birini inkar etmək və ya Allahın xəbər verdiyi məsələlərdən hansınısa bilərəkdən inkar etmək insanı İslamdan çıxardır. Və sonra rahiməhullah buyurur, diqqətlə qulaq asın buna. وَأَمَّ جُهْدُ ذَٰلِكَ جَهْلًا أَوْ تَعْوِيلًا يُعْذَرُ فِيهِ صَاحِبُ. Lakin bunları cahilliyindən inkar edən, subhanallah, görün nə deyir? Bunları cahilliyindən inkar edən və ya təvil edib inkar edən üzürlüdür. Rahiməhullah. Və sonra buyurur, فَلَا يُكْفَرُ صَاحِبُهُ بِهِ كَحَدِيثِ الَّذِي
cəhədə qudratallahi aleyhi və əmərə əhləhu ən yuharriqəhu və yəzurahu firrih. Bunun cahilliyindən, yəni bunları cahilliyindən inkar edən təkfir olunmur. Necə ki, hədisdə keçən kişi Allahın qüdrətini inkar etdi və kafir olmadı. Aydındır? Yəni bu söz İbn Qeyyimin sözüdür. Yəni şeyx bunu Mədərüs Salikin kitabında buyurmuşdur. Yəni, qardaşlar, ümumiyyətlə alimlərin bu məsələdə sözləri olduqda çoxdur. Lakin bir ikisini də müasir alimlərdən qeyd edək ki, yəni şübhə əhlinin bəhanəsi qalmasın. Deməli, müasir alimlərdən Şeyx İbn Useymin rahimehullah, yəni Şeyx İbn Useymindən bu haqda soruşurlar və deyirlər ki, yəni şeyxə deyirlər ki, həl yu'zarul insan bil cəhl fīmə yətəalləqu bit təvhid. İnsan təvhid məsələlərində cahilliyinə görə üzürlüdürmü? Və şeyx cavab verir və buyurur, rahiməhullah, əl-uzru bil cəhl səbit fi kulli mə yudeyyinu bihil abdu rabbeh, liənnə Allah subhanahu və teala qal, və mə künnə muazzibinə həttə nəb'ətə rasulə. Cahilliyin üzürlü olması, yəni şeyx İbn Useymin deyir, dinin bütün məsələlərində sabit olmuşdur. Çünki Allah Teala buyurur, biz elçi göndərməmiş əzab verməlik. Və sonra buyurur, Şeyx Useymin rahimehullah, وَالنُّسُوسُ فِي هَذَا كَثِيرًا فَمَنْ كَانَ جَاهِلًا فَإِنَّهُ لَا يُعَاخَذْ بِجَهْلِ فِي أَيِّ شَيْءٍ كَانَ مِنْ أُمُورِ الدِّينِ. Bu barədə Quran və sünnədə dəlillər çoxdur. Yəni cahilliyin üzürlü olması barədə. Dəlillər bildirir ki, yəni bu söz Şeyx Useymin sözüdür. Dəlillər bildirir ki, cahil olan insan cahilliyinə görə dinin hansısa məsələsində olur olsun, dinin hansı məsələsində olursa olsun, məsuliyyət daşımır. Aydın oldu? Yəni fikir verin. Yəni görün şeyx nə deyir? Buyurur ki, dinin hansı məsələsində olursa olsun, məsuliyyət daşımır. Yəni üzürlüdür. Yəni şeyx bu kəlmə ilə bildirir ki, fərq qoymaq olmaz. Filan məsələdə üzürlüdür, filan məsələdə üzürlü deyildir. Və ona görə də buyurur ki, fi eyyi şeyin kənə min umuriddin. Yəni dinin hansı məsələsində olursa olsun, üzürlüdür. Əgər cahildirsə. Və başqa bir yerdə soruşurlar ki, mə hukmu mən yəsifullezine yu'ziruna bil cahil bi'annahum dakhalu ma'al murciyyati fi məzhəbihim. Bəzi insanlar deyirlər ki, cahillikdə üzr görənlər murciyə məzhəbinə daxil olanlardır. Buna necə baxırsınız? Şeyx cavab verir və buyurur, وَأَمَّا الْعُذْرُ بِالْجَهِلِ فَهَذَا مُقْتَضَ عُمُومُ النُّصُوصِ وَلَا يَسْتَطِيعُ أَحَدٌ أَنْ يَأْتِيَ بِدَلِيلٍ يَدُلُّ عَلَى أَنَّ الْإِنسَانَ لَا يُعْذَرُ بِالْجَهِلِ قَالَ اللَّهُ تَعَالَى وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Cahilliyin üzürlü olması Quran və sünnədən götürülmüşdür. Ona görə də, Şeyx Useymin deyir, bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir. Çünki Allah Teala buyurur, biz elçi göndərməmiş əzab vermərik. Və sonra buyurur, وَلَوْلَا الْعُذْرُ بِالْجَاهِلِ لَمْ يَكُنْ لِلرُّسُلِ فَائِدَةً. Rahiməhullah, gözəl söz deyir. Və buyurur, əgər cahillik üzr olmasaydı, rəsulların göndərilməsində heç bir fayda olmazdı. Subhanallah. Və sonra buyurur, yəni bu kəlmələr hamısı Şeyx Useymin sözləridir. فَالْعُذْرُ بِالْجَاهِلِ هُوَ مُقْتَدَ أَدِلَّةِ الْكِتَابِ وَالسُنَّةِ. Quran və sünnənin dəlilləri tələb edir ki, insanın cahilliyi üzürlüdür. Və sonra buyurur, وَقَدْ نَسَّ عَلَى ذَٰلِكَ اَيْمَّةُ أَهْلِ الْعِلِمِ Şeyxülislam İbn Teymiyyə rahiməhullah və Şeyxülislam Muhammed İbn Abdülvahhab rahiməhullah. Bunu artıq bizdən qabaq alimlər bildirmişlər. Şeyxülislam İbn Teymiyyə kimi və Şeyxülislam Muhammed İbn Abdülvahhab kimi. Yəni bu sözlər hamısı Şeyx İbn Useyminin sözləri idi. Mənbəsi Liqa Əl-Bəbul Məftuh Hukmul Murciə və mən yu'zaru bi cəhli. Həmçinin bu məsələ barəsində Şeyx Albani də danışmışdır. Şeyx Albani rahiməhullah bu barədə geniş sözlər deyib. Yəni geniş izahlar verib. Hətta sualların birində şeyxdən bu haqda soruşurlar və şeyx cavabında buyurur. Bu məsələ təfsilat istəyir. Yəni Şeyx Albani deyir rahiməhullah. Və buyurur. Mən demirəm ki, mütləq şəkildə üzürlüdür və ya mütləq şəkildə üzürlü deyildir. Və sonra izah edir. Harda üzürlüdür və harda üzürlü deyildir. Və şeyx buyurur. Misal üçün, bu ölkədə, yəni Saudiyanı nəzərdə tutur və buyurur ki, misal üçün bu ölkədə
Hansı ki, burada təvhid Muhammed ibn Abdülvahhabın dəvətinin sayəsində bir mənalı yayılmışdır. Yəni, buradakı insanlar başqa əqidə eşitmirlər. Elə ancaq gecə-gündüz sağlam əqidəni eşidirlər. Yəni, şeyx burada dəvətin geniş yayılmasını və həmçinin ölkədə bir əqidənin olmasını vurğulayır. Yəni, burada başqa əqidə yoxdur. Hətta buyurur ki, buradakı insanlar gecə və gündüz eşidirlər ki, Ər-Rəhmənu aləl-arş istəva. Rəhman ərşə istiva etdi. Yəni, başqa şey eşitmirlər. Yəni, belə bir yerdə deyir, cahillik üzürlü deyildir. Və sonra şeyx buyurur, diqqətlə fikir verin. Amma Misirdə, İordaniyada, Suriyada və s. bu kimi ölkələrdə yaşayan müsəlmanlar cahilliklərinə görə üzürlüdürlər. Və sonra izah edir, niyə? Və buyurur, çünki bu kimi ölkələrdə təvhid və ya əqidə bir mənalı yayılmayıb. Yəni, Saudiyədə olan kimi deyil. Bu ölkələrdə əqidə qaçışıqdır. Yəni, əqidələr müxtəlifdir. Yəni, oradakı cəmaat bir əqidə eşitmir. Müxtəlif əqidələr eşidir. Və buna görə də oradakı cəmaat cahilliklərinə görə üzürlüdürlər. Aydındır? Yəni, fərqi hiss etdiniz? Yəni, hətta Allah şeyx özü də bu məsələni qeyd edəndən sonra deyir ki, Arafdəl fərq, yəni fərqi bildin deyir. Ona görə bunu bilmək mühümdür. Bu fərqi bilmək mühümdür. Yəni, şeyxdən bu barədə soruşurlar. Və şeyx bu cünə izah verir, qardaşlar. Və həmçinin başqa bir yerdə soruşurlar şeyxdən, yəni Şeyx Albanidən. Məsələn, sualların birində deyirlər ki, Həl yu'laru bil cahil fi məsailil i'tiqad fi biladinəl yevm. Yəni, sual verən soruşur ki, hal-hazırda günümüzdəki insanlar əqidə məsələlərində cahilliklərinə görə üzürlüdürlərmi? Və şeyx cavabında buyurur, Əmmə fi biladinəl yevm yu'lar. Liənnəhu leysə hunəkə uləmə yüvəlliğun əhkəməllahi ilə əmmətil muslimin. Bugün hal-hazırda ölkəmizdə bəli, üzürlüdürlər deyir. Şeyx Albani deyir, bugün hal-hazırda ölkəmizdə bəli, üzürlüdürlər. Çünki burada bütün müsəlmanlara Allahın əhkamlarını çatdıracaq alim yoxdur. Aydındır? Yəni, burada bir məsələni qeyd edim, hansı ki, mühümdür. Bəzi savadsızlar deyirlər ki, bizdə alimlərin olması cəmaatdan cahilliyi qaldırır və artıq onlar üçün cahillik üzürlü sayılmır. Yəni, biz bunu deyən avamlara, biz bunu deyən savadsızlara deyirik ki, Subhanallah, Şeyx Albani özü olan bir yerdə deyir ki, buranın cəmaatı üzürlüdür. Yəni, özünün o ölkədə olmasını əhali üçün hüccət saymır. Amma burada savadsızlar çıxıb deyirlər ki, burada elm əhlinin olması əhalidən cahilliyi qaldırır. Subhanallah, yəni bu həqiqətən də acınacaqlı bir haldır. Allah subhanahu və teala bizi sabit etsin. Və xülasə, sonda onu deyim ki, yəni bu zikr etdiklərimiz, yəni hamısı əhl-i-sünnə və cəmaənin etiqadı idi. Yəni, elhamdülillah, yəni biz bu dediyimiz sözləri yəni özümüzdən demədik. Yəni hər birini əsaslandırdıq alimlərin sözlərinə. Əsaslandırdıq alimlərin sözlərinə. Və sonda, yəni ilk növbədə özümə və sonra hər bir elm tələb eləyən qardaşlara nəsihət edirəm ki, yəni bu məsələlərdən danışarkən, yəni iman, küfür məsələlərindən danışarkən ehtiyatlı olsunlar. Niyə ehtiyatlı olsunlar? Yəni çünki bu məsələ geniş mütaliə istəyir. Aydındır? Yəni 1-2 kitab oxumaqla, 3-4 kitab oxumaqla bu məsələ barəsində hökm vermək çox çətindir. Yəni bu məsələ barəsində danışmaq ağırdır. Yəni 1-2 kitabda. Çünki danışsan, körləyəcəksən bütün hamısını. Və ona görə də bu məsələləri öyrənmək üçün dərindən geniş mütaliə etməlisən. Çox kitab oxumalısan. Alimlərin sözlərini düzgün başa düşməlisən. Aydındır? Və sağlam adamlardan, əhl-i-sünnə və cəmaə etiqadlı olan alimlərdən elm almalısan. Yoxsa ki, müstəqil evlərdə, orada, burada, çayxanalarda yığışıb, müstəqil kitab oxuyub, bu məsələləri başa düşməklə məsələ həll olunmayacaq, qardaşlar. Aydındır? Yəni, bu elə bir mövzudur ki, yəni bu incəliklər istəyir. Yəni, bu hamısı dəqiq olan məsələlərdir. Və ona görə də geniş mütaliə istəyir.
Və ona görə də qardaşlara, yəni elm tələb edən qardaşlara nəsiyyət edirəm ki, diqqətli olsunlar, tələsməsinlər. Aydındır? Tələsməsinlər. Və bu dediyimiz Əhl-i-Sünnə və Cemaat etiqadıdır. Yəni bu cahilliyin üzürlü olması Əhl-i-Sünnə və Cemaat etiqadıdır. Aydındır? Və hətta vallahi Şeyx Hüseymin Rahiməhullah deyir ki, yəni bu məsələdə ixtilaf var. Və bəzi alimlər deyir, yəni cüzi ixtilaf var və bəzi alimlər deyir ki, cahillik üzür deyil. Və lakin deyir Şeyx Hüseymin deyir Rahiməhullah, bu qavl, bu söz, bu rəy, hansı ki cahillik üzür deyil, zəif rəydir, dəifun deyil, racih, üstün rəy odur ki, Əhl-i-Sünnə və Cemaat etiqadına görə, insan bilməməzliyinə görə, cahilliyinə görə üzürlüdür. Və ona görə də bilmək lazımdır ki, yəni bu dediyimiz sözlər, yəni adi adamların sözləri deyildir. Yəni bu İslamın böyük alimlərinin, ümmətin böyük alimlərinin sözləri idi. Və bu sözlərdən sonra kim gəlib desə ki, yəni bu dərsə qulaq asandan sonra, bu alimlərin bu sözlərini eşidəndən sonra kim gəlib desə ki, Şeyx Muhammed ibn Abdülvahhab, Şeyxülislam ibn Teymiyyə və ya müasirlərdən Şeyx Hüseymin, Şeyx Albani və başqaları üzr görmür, o insan səfihdir, qardaş, avamdır. Yəni bu cümlə açıq aydın sözlərdən sonra başqa tərəfə meyl etmək, artıq görsənir ki, o insanlarda problem var. Aydındır? Yəni o insanlar haqqı axtarmırlar. Və həmçinin bütün qardaşlara nəsihət edirəm ki, elmi bilən insanlardan alsınlar. Yəni tanınmışlardan, məruflardan. Hansı ki, bilinir ki, bunun əqidəsi salamatdır. Və bizdə, elhamdülillah, Mədinə tələbələri var. Bizdə Mədinə tələbələri var. Allah subhanahu və teala, həmd olsun Allaha, yəni onların dəvətinə bərəkət verib. Onların dəvətinə bərəkət verib. Və onların dəvətinin sayəsində biz, yəni onlardan elm alıb, bu məsələləri danışırıq. Yəni onların dəvətinin sayəsində, elhamdülillah, yəni cəmaatımız maariflənir. Cəmaatımız maariflənir. Və ona görə də nəsiyyət edirəm ki, yəni hər adama qulaq asmayın. Bizdə çox təəssüflər olsun ki, bəzi qardaşlar kimsə gedib hansısa ölkədə bir gün qalır, 10 gün qalır, 15 gün qalır və bir ay, 2 ay qalır. Gələndən sonra onu şişirdib böyük alim eləyirlər. Savadsızlıqlarından bilmirlər kimdir, bilmirlər harada oxuyur, bilmirlər kimin yanında oxuyur, bilmirlər kimdən elm alıb. Nə var, hansısa ərəb ölkəsində gedib, gəlib, artıq onu fitva istəyirlər, fitva alırlar ondan. Yəni, alimlik dərəcəsinə qaldırırlar savadsızlıqlarından. Və halbuki, yəni, bu Allah Taala'nın dinidir. Bu Allah Taala'nın dinidir. Yəni, biz özümüzə çağırmırıq. Yəni, biz başqa şey görə danışmırıq. Allahın dinini, yəni, onun dinini biləndən, əhlindən yerə soruşasan. Və bizdə də, elhamdülillah, yəni, həmd olsun Allaha, bizdə bunların əhli var, yəni, dinin əhli var. Yəni, bizi öyrədən qardaşlar var. Elhamdülillah, Mədinə tələbələri, Allah Taala onların hamısını sabit etsin. Allah Taala onların elmlərinə bərəkət versin və həmçinin onları istəməyənləri islah etsin. Vallahi, yəni alimlər danışanda, misal üçün Şeyx Salih danışır və deyir ki, indiki cavanların nəfsində özünü göstərmək rəğbəti var. Və görürsən ki, daim çalışır ki, nə iləsə fərqlənsin, göstərsin özünü, yəni gündəmdə olsun. Qardaşlar, bu ciddi problemdir. Bu var bizdə, belə uşaqlar. Yəni, bizdə bu cürlə qardaşlar var. Ola bilsin, bilməməzliyinə bunu edirlər. Ola bilsin, bilə-bilə edirlər. Yəni, bu təhlükəli bir şeydir. Yəni, Allahın dinini olduğu kimi çatdırmaq lazımdır. Ona görə də bəzi qardaşlar çox təəssüflər olsun, istəyirlər ki, Allahın dinini ancaq özləri çatdırsın. Və başqasının dəvətinə paxıllıq edir. Başqasının öyrətməsinə paxıllıq edir. Vallahi bu ciddi problemdir. Yəni, ixlaslı uşaq, yəni ixlaslı insan, ixlaslı adam belə olmamalıdır. Yəni, səni maraqlandırmamalıdır Allahın dininə kim çağırdı. Əgər bilirsən ki, o çağıran insan sağlamdırsa, salamat əqidəyə çağırırsa, kimliyindən asılı olmayaraq, sən sevinməlisən ona. Əgər sən sevinmirsənsə, səni narahat edirsə, artıq səndə problemlər var. Aydındır? Və bizdə çox təəssüflər olsun, bəziləri gəlib,
cahilliyindən görürsən ki, narahat olur. Elə istəyir ancaq özü dəvət etsin. Kimisə dəvət etməsinə paxıllıq eləyir. İstəyir cəmaat insanlar ancaq bunun ətrafına yığılışsın, yəni fitva verən bu olsun. Bu acınacaqlı haldır, qardaşlar. Bu çox xoşa gəlməyən haldır. Yəni, bu olmamalıdır. Yəni, biz başqa yerə çağırmırıq, dünyaya çağırmırıq. Biz Allah Taala'nın dininə çağırırıq. Allah Taala'nın dinini bilənlərdən soruşmaq lazımdır. Əhlindən. Elmin əhli var. Yəni, hər adama, hər elm iddia edənlərdən elm almayın. Vallahi, çox təəssüflər olsun. Yəni, bu baş verib deyə bəzi qardaşlar azıblar. Şübhəyə düşüblər. Aydındır. Və bizdə, elhamdülillah, bizdə bilən insanlar var. Yəni, universitet qutaran insanlar var. Hansı ki, alimlərdən dərs alıblar. Dərs alıblar. Alimlərdən dərs alıblar. Aydındır. Və mərufdurlar, tanınmışdılar. Və Allah Taala onların dəvətinə bərəkət verir. Və özünlə müşahidə edirsən bunu. Və belə olduğu halda qırağa meyl etmək olmaz. Və Allahdan istəyirəm ki, yəni bu eşidənlər üçün faydalı etsin. Və həmçinin Allahdan istəyirəm ki, yəni bizi dində sabit etsin. Və həmçinin Allah Subhanahu və Teala istəyirəm ki, düzgün, faydalı elm versin bizə. Və həmçinin Allahdan istəyirəm ki, yəni bütün şübhədə olan qardaşları islah etsin. Və sallallahu alə nebiyyina Muhammed və alə alihi və sahbihi ecmain.